Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştaqa Buzovlu yolda Ayda Parkı tam yaxın bir ərazidə 6 sot torpaq sahəsinin üzərində baxdığı bir Sənəcəran kanallarında bərabər və əşyalar olacaq. 5 min manat reallı olası ev sahibi tərəfindən olacaq. İnşallah təqdim edək sizlərə. 312 kvadratlı aşağıda 3 otaq bir mətbəx bir sazı, yuxarıda isə böyük bir mansarddan ibarət. Evi tam sizə göstərək, sağ sol keçidi var və burada sağ hissəsində əlavə torpaq sahəsi və divarda işıqlandırmalar var. Kim istəsə, yəni gələcəkdə dəyişə də bilər. Və giriş hissəsində sizlərə göstərək inşallah. Giriş hissəsini tam şəkildə izləyicilərimizə göstərək. Və keçid edir evin içərisinin təqdimatına inşallah. Burada koridora girişdir. Sağ hissədə əşyalar qoyulmaq üçün yer var. Düzdür, burası stipoldur və keçid evin içərisinin təqdimatı. Ev kombidən ibarətdir. Burada da giriş içində əşyalar üçün qoymağa yer var. Bura koridordur, enli bir koridordur və keçək otaqların inşallah təqdimatına. Birinci otağımızı sizlərə təqdim edir. Böyük bir otaqdır. Və ikinci otağımızı təqdim edək. Bu da eynilə böyük bir otaqdır. Və üçüncü yataq otağımızı təqdim edək sizlərə. Və mətbəx hissəsini. Mətbəxi də geniş bir mətbəxi var, fikir verin. Və sanjerini təqdim edək və sonra qalxaq ikinci mərtəbənin təqdimatına inşallah. Burada da sanjer hissəsidir. Sanjer hissəsində sizlərə təqdim edək. Və qeyd etdiyimiz kimi buradan da ikinci mərtəbəyə keçid var və qalxaq ikinci mərtəbənin təqdimatına və böyük bir mansard və qeyd etdiyimiz kimi 312 kvadratdır. Qiymətli əşyalar 5-ci qeyd etdiyimiz kimi əşyalar da qalacaq. Mansardın işığını yandırılır. Burada da böyük bir, geniş bir mansard və orada da əlavə kameni var. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştaqa Buzovlu yolunda da Ayda Parka tam yaxın bir ərazidə də 6 sot torpaq sahəsinin üzərindədir. 2 mərtəbəli şəxsi tikilidir. Sənəcəranın